Salam, axşamınız xeyir. Axşamınız Necəsiniz? xeyir. Yaxşıyıq, siz necəsiz? Çox sağ olun, yaxşı olasınız. Günay xanımdan bu gün xəbər çıxmayıb elə bil, yazmayıb qrupa. Mən baxdım elə olmayıb, baxmamışam. Yazmayın. Yazmayıb. Nə görə necə keçib? Maraqlı gəldi mənə. İnşallah ki, yaxşı keçib. Yox, heç nə yoxdur. İşarəliyim. Günay. Siz necə oldunuz? Xəstəliyim hələ ki öz görək keçir. Nə bilim. Etap hələ. Elə olur həmişə yaz, payız ayları çaşdırıcı aylardır deyə tez adam xəstəliyə tutulur. Belə. Günay xanıma yazdıq görək. Dünən mənim bir sinif yoldaşım var. Onun bacısı informatikadan verib. Dünən veribdi. O dedi ki, bacım verib, deyir, icmalı danışmaq istəyəndə eləcə deyir standartı meyar soruşublar. Aha. Hə, bir də mövzunun adını soruşublar. Sonra keçiblər artıq şeyləri də elə bir kurikulumdan sual veriblər. Bir də ki, psixoloji sual veriblər. Aha. Bir də psixoloji. Aha, yaxşı yazdı. Yaxşı keçib yəqin ki. Bəli, yaxşı keçib dedi. Aha. Aha, əla. Əla. Bizdən də bir nəfər var idi, amma deyəsən eyni qruplar deyildiniz siz. O da 40-dan 38 yığıb. Onun artıq cavabları gəlib. İnşallah sağ əli sizlərin başına. İnşallah. Nə oldu, heç kim gəlmədi? Bayaqdan saat 7-dən az qala məni öldürürdülər, yazırdılar. Hardasız ay müəllim? Aha, gəldi Günay xanım. Salam Günay xanım. Axşamınız xeyir olsun müəllimə, necəsiz? Axşamınız xeyir. Səs tonunuz yorğunluqdurmu, yoxsa imtahan mı pis keçib? Yox, imtahan yaxşı keçib sadəcə. Çox pis xəstələnmişəm. Səhərdə. Allah köməyiniz olsun. Çox sağ Əsas olun. imtahan yaxşı keçib. Xəstəliyin öhdəsindən gələrsiniz. Siz imtahanların öhdəsindən gəlmiş adamlarsınız. Sizdə də qızdır. Ay aman, nə pis oldu. O bəlkə də siz dünəndən çox həyəcanlıydınız. Bəlkə də ona görə oldu. Amma ora gedəndə qətiyyən həyəcanım yox idi. Özümü həyəcanlanma halım yox idi. Elə onu deyəcəkdim ki, yəqin xəstələnmisiniz, həyəcan. Bir növ o yaxşı olub, orada həyəcanlanmamışsınız. Adamın həqiqi canı ağrıyanda gözünə heç nə görünmür axı. Düzdür, amma məsələn mən gedəndə ora qruplara baxmışdım da. Bugün həm də məktəbə icazə vermədilər də bizə. Dedilər ki, gəlib dərslərinizi keçməlisiniz. Səhər məktəbdə, oradan da çıxıb güclə, qaça-qaçla getmişəm ora. Bədənim yorğun idi da. Orada çıxıb müəllimlər danışanda halım yox idi. Başımı qaldırmağa, qulaq asım. Gedirdim özümdən. Mənim müsahibəm 4-də idi. Mən tez girdim içəri də. 4-də işləmiş girdim içəri. Girdim, şeydir, elə bil ki, böyük bir zal idi. Tək-tək girirdilər içəri. Bir naşlik falan yox idi. Şikayət olunmuşdu ki, bəs naşika görə infeksiya zad keçirilə bilər. Artıq bölmüşlər müəllimləri fərqli-fərqli. Mən keçəndə qapıdan çıxan bir xanım, həmin girəcəm otağa, qayıtdı mənə deyir ki, qadın çox aqressivdir. Mən də başladım ürəyim əsməyə. Sizi lap şeyə salıb, ay amma. Təsəvvürən girmişəm içəri, sinif sakitçilik idi. Mən ürək döyüntülərimin səsini eşidirəm. Gedə də bilmirəm. Axır oturdum,
psixoloq idi. Mənə qayıtdı ki, üzürlü sayın, biraz sizi gözlədəcəyik. Mən dedim ki, problem yoxdur da, buyurun. Oturdum, amma yenə də o halımdan biraz gülümsüyürdüm ki, sonra deməsinlər ki, Bəli. səbirsizlik göstərir də. Bəli, Məncə mənə əslində elə tərbiyəmə psixoloqun sizə o cümləni deməsi sizi yoxlamasıdır. Onu qəsdən deyir, Hə, sizi qəsdən gözlədir. hə, mən də elə fikirləşdim. Aha, Hə, biraz üzümdə təbəssüm saxladım ki, sonra deməsinlər ki, zəhrim alıb da üzümdən. bəli. Hə. Sonra qadın gəldi, direktor idi. Aha. Sonradan gələn kimi evdə araşdırdım. 194 nömrəli məktəbin direktoru imiş. Siz bu Hə, halınızda onu da araşdırmısınız. bəli. Hə, Aha, birinci mənə dedi ki, fin kodunuzu deyin. Daha əvvəlki kimi müəllimlərə demirlər şəxsiyyəti göstər. Deyir ki, aha, fin kodunuzu özünüz deyin. Mən də aha. səsləndirdim. Qayıtdı ki, Günay xanım özünüzü təqdim eləyin. Mən Mhm, də başladım təqdim eləməyə. Hamısını dedim. Gəlib fəaliyyətindən bəhs eləyəndə dedi ki, kifayətdir, çox sağ olun. aha, Sonra təlim nəticəsi dedi, istənilən bir mövzunun təlim nəticəsini və qiymətləndirmə meyarını deyin. aha. Mən də 6-cı sinifimdən dedim. Mhm, Sonra deyir ki, diaqnostik qiymətləndirmə nəticələrini neynirsiz? Mən aha. də biraz diaqnostik qiymətləndirmə barədə məlumat verdim ki, ilin əvvəlində, yarım ilin əvvəlində, bölmənin əvvəlində keçirilir. Mhm, Biz onu jurnala qeyd eləməsək də, şagird portfolyosunda saxlanır, yaxud da müəllimin qeyd dəftərçəsində saxlanmış olur. mhm. Dedim ki, o bir növ orada dildə sizə diaqnoz, yəni Qoyur rolunu şagird. oynayır. Aha. Hansı ki, biz həmin şagirdlərin nəticəsinə uyğun olaraq ilimizi planlaşdırmış oluruq ki, Mhm, şagirdlər necə dərs keçmiş olarıq. Hə, nəsə sonra axıra kimi dinləyirdi həmin o cavablarını. mhm. Amma fikir verirdim ki, orada nəsə iş görür də, belə oturub Fikir elə ancaq səhvi. mənim ağzımı güdmür də. Nəsə Aha, belə başı qarışıqdır, nəsə iş aha, görə. Özünü elə bir sanki elə aparır ki, guya məni dinləmir. Mən aha. insanı yoxlamaq məqsədi daşıyır ki, deyim ki, nə Bəli. üçün mənə qulaq asmırsan? Ay, o da, bəli, bəli, Hə. o da ola bilər. Bəli, qəsdən eləmiş ola bilirlər. Düzdür. Sonra məndən soruşdu ki, bəs 3 dərsdə artıq dalbadal siz sinifinizdə təlim nəticənizi 50%-nə çatırsınız, neyniyərsiniz? Yəni Aha, zəif olur nəticələriniz. aha, Mən də dedim ki, bilmirəm daha düz danışdım yoxsa yox. aha, Mən dedim deyil. ki, 3 dərsi gözləmərəm. Mən birinci dərsimdə artıq müəyyən eləyərəm ki, təlim nəticəmə çatmışam yoxsa yox. Mhm, Təlim əgər zəif bir nəticə varsa, bu bir çox səbəblərdən ola bilər, amma mən düşünürəm ki, təlim nəticəsini uşaqların səviyyəsinə düzgün qurmamışam deyə şagirdlər də zəif nəticə göstərirlər və buna görə təlim strategiyamı dəyişərəm. Daha rahat, asan təlim nəticəsi qoyaram. Uşaqlara uyğun, daha rahat tapşırıqlar vermiş olaram. O da belə aha, başını yellədirdi. Belə bir şey aha. danışdım. Daha Aha, bilmədim, düz bəli. dedim yoxsa yox. Səhv deyil, doğru deyirsiz. Aha, Hə. Plus, sonra bir də soruşdu ki, uşağınız sinifinizdə zəif göstəriciləri olan şagird var. aha, Valideyn məktəbə gəlib, onun zəifliyini valideynə necə çatdırarsınız? aha, Mən də dedim ki, birinci biz şagirdin özünə də, valideynin özünə də mütləq ki, konstruktiv rəy verməliyik. mhm, Şagirdin müsbətlərindən bəhs eləməliyik ki, valideyni məktəbdən uzaqlaşdırmayaq. Yəni biz eyni zamanda iclaslarda da bunu eləməliyik. Əgər pis davranışlar varsa, valideynə fərdi bunu bildirməliyik. Gərək aha, ki, məktəbə cəlb eləməliyik valideyni bu məqsədlə. mhm, Dedim, şagirdin məsələn müsbətlərini qeyd eləyib, sonra davranışımı olsun, yaxud təlim nəticəsində zəifliyimi olsun, onu bildirərəm və valideynlə bərabər əməkdaşlıq eləyərəm ki, həmin şagirdin nəticələrini qaldıraq. aha. Bunu da elə dedim, bitirdim. Dedi, hə, kifayətdir, təşəkkür eləyirəm. Əli ilə də bir dənə belə şey elədi mənə ki, hə, gedə bilərsiniz. Belə elədi. Bəs başqa psixologiya sualları vermədilər? Yox, elə ancaq bu Ancaq bu suallar qədər. verildi. Aha, Düzdür, mən belə pis danışmadım, amma düşünürəm ki, daha ətraflı da danışa bilərdim. Amma aha, sadəcə halım yox idi sanki. Elə bilirdim aha, ki, axırdım özümdən, güclə özümü aha, saxlamışdım. Sadəcə qadın da mənə baxırdı. Həmin o psixoloq heç qətiyyən danışmadı.
Aha. O O sadəcə mənə bilirsiniz nəyə dinləyirdi. baxır? O sizi əl hərəkətlərinizi, mimikalarınızı, həyəcan, barmaq hərəkəti, əlimi belə sıxım, ayağımı Hə, tərpədim stressdən. Bax o onu hı. süzür, bədən Hə, dilinizi. mən amma onları əllərimi göstərmirdim. Ancaq başımı Aha. göstərirdim ki, o mənim başqa hərəkətlərimi görməsin. Amma Aha. mən düşünürəm ki, belə normal keçib. Yəni elə də düzdür, qadın çox səhmli idi, amma özümü Aha. itirmədim də. Elə bilirəm ki, o sual verənə qədər idi o həyəcan. Sonra artıq insan başlandı danışmağa, həyəcanı Bəli. unudur Bəli, bəli. məcburiyyətdən ki, Hələ birinci özünü suala cavab toparlamaq. verəndən sonra ümumiyyətlə Eynən, bir rahatlıq gəlir adama. bəli. Amma Günay xanım, mən belə bir şey deyim də, məsələn, sertifikasiyada ballandır da, bunun elə ə, özünü təqdim etməsini siz qəşəng edirsiniz. Elə 4 bal da şeyə gəlir, ünsiyyət bacarığına. Ünsiyyət Bəli, bacarığı. yəni ki, danışığınız zaten sizin çox qəşəng, səliqəli, səlis və axıcı Çox danışırsınız. sağ olun. Nə bilim, ləhcəsiz danışırsınız. Bu da sizə plusdur. Əminəm ki, 4 bal da oradan 100% qazanmısınız. Şu qalır indi İnşallah. yerdəkilər və əminəm ki, Hı. dediyim kimi, dünənləri məsələn başqa bir müəllimlərdən bəzilərinə cavablar gəldi. Bax, məsələn 40-dan 38 yığıb çox sevindim. İndi inşallah sizlərdən də o cavabı gözləyirəm. Əminəm ki, yəni elə İnşallah. olacaq. İnşallah. Yəqin ki, gələn həftəyə nəticələr bəlli olar. Çünki Aha, mən diqqət elədim ki, bir həftə 8 gün ərzində cavablar çıxır. aha. İndi inşallah çıxsa İnşallah. görüşəcəm sizlə də. İnşallah, inşallah. Yenə də çox Gözləyəcəm. sağ olun hər şeyə görə. Siz də Müəllimlərimizə də sağ olun. uğur arzu eləyirəm. Çox sağ olun. Bizdə hamı deyirdi ki, o qədər Aha, həyəcan dəyməz. Həqiqətən aha. elədir. Yəni Bəli. bir müəllimə vardı orada, həddən artıq çox həyəcanlı idi da. Çıxdı, əlləri tir-tir əsirdi. Az Aa, qala ürəyi gedəcəkdi. O dərəcədə müəllimə otuzdurdular, su hə. verdilər, sakitləşdirdilər. Deyirəm ki, biz nə qədər rahat görünsək də, onlar bizim həyatımızda iz qoyur da, pis mənada, sağlığımıza Bəli. iz qoyur. Doğrudur. Amma Allah mən hamımıza deyərdim ki, kömək olsun. imtahan mərhələsi mənə görə müsahibə mərhələsindən daha həyəcanlıdır. O da düzdür. Yenə Aha. müsahibədə, yəni ki, bir 10 dəqiqənin içərisində sənin həyatın həll olur da. Hə. Belə düşünürük. Elə insan var idi ki, hə, normal çıxırdı danışır. Elə su ağlaya-ağlaya çıxırdı ki, yox, yaxşı danışa Aa, bilmədim. Nə bilim, aa. inşallah ki, Allah haqqımızda xeyirlisini Bəli, eləsin. bəli, inşallah. Yaxşı İnşallah. olar. Müəllimə, Sadəcə mən bir şeydən narahat qaldım. Bilmirəm, Aha, o mənə minus olar, yoxsa yox. aha, Orda çıxanda mənə sadəcə deməmişdilər. Mən, otaqdan çıxanda orda bir yaşlı müəllimələr vardı, çox narahat idilər. Onlar aha, tez gəldilər mənim üstümə ki, bəs müəllimə necə oldu, nə suallar verdilər. Mən də bir-iki sualı dedim. Bir də gördüm nəzarətçi arxadan deyir ki, bəs olmaz da, kamera nəzarəti var, hamıya aha, baxırlar, yəni aha, çıxdınız, düşməlisiniz. Aşağı düşəndə də orda bir xadimə vardı, gəldi mənə dedi ki, sizə lazımdır, yəni işinizdə olmaq. Yəni kiməsə görə deməyin də heç kimə nəyisə. aha. Çıxmısınız, düz aşağı düşməlisiniz. İndi bir Ha. yandan da onu fikirləşirəm ki, görəsən o mənim problem olar. Bir Yo, yandan deyirəm ki, olmaz. Yox, da o qədər də yox, deyirəm ki, olmaz. oturub onu gütməyəcəklər ki, Hə, mən çıxdım, neylədim. bəli. Onlar bir daha İnşallah ki, bitsəydi o biz də problem. evimizə gedərdik. Hə. Mən də gəlib danışıram, yoldaşım deyir mənə ki, sən yenə ağzını tuta bilməmisən də. Şeydə də imtahanda da Orada da çıxanda kömək eləydim eləmisən. deyir. Hə. Aha, Hamıya deyir baxırsan. Deyirəm hə neyniyim? İstər-istəməz yaşlı qadındır. Mən nə deyim ona ki, mən dayana bilmirəm, ya imkan vermirlər. hə, Tərsləmək kimi xasiyyətim yoxdur. aha. Elə yəni. Məncə, Yox, yəni onu bəli, bəli. Nə deyib heç kəsəcəklər sizi? keçmədi. Bir Hə, bal var və 5 dənə sizə yəni verilir ki, buna hazırlaşmalısınız. Hər şeyə siz cavab düzdür. vermisiniz. Bu arada icmal soruşdular ki, Yox, yazmısınızmı, nədir? heç qətiyyən soruşmadılar. Sor. Sadəcə dedi Bəli. bir mövzudan təlim nəticəsini seç, bir də Və meyar. qiymətləndirmə meyarını de. Heç Aha, konstruktiv rəy ver, onu belə demədi. Yəni mən aha. hələ nə qədər hazırlaşmışdım, məşq Hə. eləmişdim. Heç bir. Zaten bütün sualları vermirlər ki, siz məsələn bu qədər hazırlaşırsınız, ondan bir neçə sual verirlər. Düzdür, Amma düzdür. məsələn elə adam var deyir ki, mənə 10 dənədən çox sual verdilər. Nə Mənə bilim, çox məncə icmalı sual soruşdular. vermədilər. Yəni ümumi 5 sualdır da, özünü təqdim etməklə bərabər ümumi 5 sual verdilər. Mhm. Hə.
Bir də müəllimə İnşallah pin ki, kod çox. nömrənizi əzbər deməlisiniz, yoxsa baxıb deyə bilərik onu? Yox, baxıb deyə bilərsiniz müəllimə. Elə mən normalda əzbərdən bilirəm, birdən deyə deyə başımı saldım aşağı ki, baxım görüm pin kodum nədir. Aha, Yəni baxa bilərsiniz, icazə verirlər. Yəni heç ona diqqət eləmədi. Aha. Hətta təlim nəticəsini də üzündən oxuya bilərsiniz. Yəni hə, məcbur icmalımızdan eləmir ki, oxuya bilərik. hə, əzbərdən Aha. deməlisən. Düzdür, heç direktor ümumiyyətlə qətiyyən ekrana baxmır da, qəti şəkildə baxmırdı. Ancaq məsələn psixoloqu görürdüm ki, baxır ekrana. Onlar da artıq yorğun idilər. Yəni yorğunluqlarını hiss eləmək olurdu. Hə, nə qədər ekran qarşısında otursunlar, yəni insan Hə, yorulur. onlar da yorğun idilər. Belə ümumi məncə yaxşı çıxdı. Yəni yaxşı keçib. Yəni o təəssüratla çıxmışam ki, məncə keçmişəm. Yəni narahat deyiləm. Yox, siz 100% keçmisiniz. Mənim məqsədim deyirəm 40-dan 40, 38 belə olsun. Yoxsa 100% keçmisiniz. Aha. İnşallah. Çox Özünüzə sağ amma olun yaxşı müəllimə. baxın, tez sağalın. İnşallah. Təki sağlıq olsun. Hər şeyin başında sağlıq dayanır. Təbii ki. Allah köməyimiz olsun inşallah. İnşallah. Çox sağ olun bir İnşallah. dəfə. Bu Bizim vəziyyətdə başımızdan. bizimlə İnşallah. bölüşdüyünüz üçün təşəkkür edirik ki, Təşəkkür qoşuldunuz. edirik. İnarsınız bayaqdan yatıram evə gələndən. Hər Mənim gözümü mesajıma açıram durdunuz. ki, hər gözümü açıram ki, saat 9 tamam olanda qoşulum da. Söz Aha. vermişdim axı sizə ki, Aha. qoşulum. Çox Pil sağ olun. söndürən kimi yenə yatacağam. Can, çox sağ olun. Çox sağ olun Siz ki, sağ sözümüzü olun. yerə salmadınız, xəstə-xəstə qoşuldunuz. Xoşdur Allah müəllimə, kömək xoşdur. olsun, Allah şəfa versin. Sağ olun, Çox sağ olun. təşəkkür Allah edirəm. Bütün şəfanızı versin müəllimlərə də müəllimə. Çox sağ olun. uğur Şad olduq sizi arzulayıram. eşitdiyimizə, Sağ görməyimizə. olun. Çox sağ Mən də olun. sizi tanımağa şad oldum. Uğurlar Sağ hər olun. birinizə. Çox sağ Hamınız da olun. keçəcəksiniz inşallah. İnşallah, inşallah. Sağ olun. Oldu, sağ olun. İnşallah, inşallah dedim. Siz oralarda bu sözlərdən istifadə Yox, eləməyin. deməmişəm. Xoş Hə, dərslər digər müəllimə. Çox sağ olun. Sağ olun, gecəniz xeyrə. Gecəniz xeyir. Günel xanım, Günay xanım, necəsiz? Salam müəllim, axşamınız Sağ olun xeyir müəllimə, olsun. siz Sağ olun. necəsiz? Müəllimə sağalıb başınıza. İnşallah. Yaxşı olacaq. Baxın, görürsüz, yəni təcrübədir, çıxıb, o belə deyir. Mən zaten sizə həmişə deyirəm və o da bugün çıxıb imtahana deyir ki, o qədər də həyəcanlanmağa dəyməz. Bilirsinizsə, yəni vəssalamda bir var ki, 0 baza ilə gedəsiniz. Deyəsiniz ki, yəni bilmirəm də, mənə yəni nə versim onu cavab verəməyəcəm. Bir də var siz hazırsınız. Gedib orada belə deyim də özünüzü çıxarda biləcəksiniz o sudan. Ona görə narahat Mən narahat olmayın və edən o elmi keçəcəksiniz. cümlələr daim müəllimə. Qalan Elmi cümlələr. Elmi cümlələr nəyə deyirsiniz? Məsələn deyirəm də, deyirik, təlim biri var nəticəsi öz başa nədir? düşdüyümüz dildə izah eləmək. Aha. Biri də var ki, məsələn də orada cümlə necə yazılıb kitabda o formada demək. Bax, ən çox verilən suallardan biridir. İndi mən sizə sual verirəm ki, təlim nəticəsi nədir Günay xanım? Nəticə müəllim ən sondakı bax deyə biləcəm də bax orası var. Təlim nəticəsi dərsin məqsədidir də. Aha. sondakı nəticədir. Bax, qısa konkret deyirsiniz ki, təlim nəticəsi dərsin məqsədidir. Sonra deyə bilərsiniz ki, təlim nəticəsini biz alt standartdan çıxarırıq. Maksimum 2-3 dənə məqsəd çıxara bilərik. Vəssalam. Bu qədər. Siz yəni təlim nəticəsi nədir deyəndə bunu desəniz Təlim kifayət nəticəsi o edir. başda verdiyi uşaqlara. Elə Bəli, müəllimə o deyir. dərsin əvvəlində lövhədə Dərsin yazırıq. əvvəlində biz onu lövhədə yazmalıyıq ki, Aha. təlimin Təlim nəticəsi budur. nəticəsinə əsasən meyar çıxardırıq, onu da deyə bilərik. Bəli. Qiymətləndirmə meyarını təlim nəticəsinə əsasən çıxarırıq. Yaxşı, Günay xanım, meyar nədir? Meyar ölçmədir də. Aha. Nailiyyətin ölçülməsidir. Meyar, yəni meyarlar üzrə biz uşaqları qiymətləndiririk. Yəni müəllim axırda Dörd səviyyə üzrə. dərsin sonunda deyirik ki, yaxşı cavab verdi, nisbətən cavab verdi. Onlar da meyarlar. Gündəliyi yazırıq. Elnara xanım, açıqlıq gətirə bilərsiniz? Günay, orada da Meyar, soruşasan ki, deməli, mən Hərdə mən hələ rahat düşmüşəm. Hə, danışa bilərəm. Bəli. Meyar deməli təlim nəticəsindən çıxarılır. 4 səviyyədə olur meyarlar. Yəni ki, meyar izah etmə və yaxud da ki, şərh etmə baxır mövzumuza, hansı mövzusa ona uyğun verilir. Və bu 4 səviyyədə olur meyar. Şagirdin bilik səviyyəsini qiymətləndirməyə kömək edir.
Yəni meyar vasitəsilə şagird bilir ki, bu mövzunu hansı səviyyədə öyrəndi, hansı yerlərdə anlaşılmazlıqları oldu, çatışmazlıqları oldu. Bu deməli şagird nailiyyətini ölçür, meyarlar ölçür, ölçməkdir. Bu dərəcə. Aha. Yaxşı. Günay Aha. xanım, yenə sualım sizədir. Bəs rəy nədir? Günay xanım, rəy nədir? Güney xanım, nədir rəy? Günay xanım getdi. Rəy əks əlaqədir. Aha. Yəni şagirdlərə biz həmişə çalışmalıyıq ki, müsbət rəylə başlayaq. Şagirdlərə rəyin özü ən çox biz konstruktiv rəydən istifadə edirik. Çünki konstruktiv rəydə uşaqlara biz həm çalışmalıyıq ki, yəni onların əsas belə deyim də, birinci müsbət cəhətlərini deyək, sonra onlar məsəl üçün səhvlərini deyək və onlara yol göstərək ki, məsələn gedib baxsan yaxşı olar. Məsələn bu gün qaydanı yaxşı danışdın, ancaq biraz çətinlik çəkdin, kitaba baxsan yaxşı olardı. Yəni mükəmməldir. Yəni ki, rəy deyəndə, yəni rəy nədir deyəndə, deməli siz ki, rəy şagirdlərimizə şifahi və yazılı şəkildə verdiyimiz gələcəyə yönümlü, istiqamət verici, şagirdin motive edici, bəli, şagirdin həm uğurunu deyib, həm səhvini demək, o səhvini aradan qaldırması üçün yol göstərmək, istiqamət vermək deməkdir. Burada bir dənə də sual çıxa bilər ki, bəs onda meyarla rəyin fərqi nədir? Meyar elə bir yazılı olur, amma rəy həm şifahi, həm yazılı ola bilər. Aha, sonra? Sonra elə bir rəydə biz uşağa istiqamət veririk, səhvini deyib istiqamət veririk. Aha. Amma meyarda biz uşağa sadəcə eləcə meyarlar üzrə qiymət veririk də. Orada üzrə istiqamət vermirik. Düz dedi Günel xanım. Bəli. Günel xanım düz dedi. Bəli, meyarla rəyin fərqini düz dedi. Bir də ki, rəy yalnız yazılı və şifahi şəkildə olur. Meyar isə yazılı formada olur. Şagird nailiyyətini ölçür, qiymət verilir də bu şəkildə. Və meyar məqsədə uyğun müəyyənləşdirilir. Bəli, təlim nəticəsinə uyğun müəyyənləşdirilir. Bəli, doğrudur. Günay xanım, buradasınız? Günay xanım deyəsən qoydu kameranı getdi. Güney xanım, zəhmət olmasa özünüzü təqdim edin. Deməli, mən Günel Hüseynova, vilayət qızı, 1991-ci il 22 yanvar təvəllüdlüyəm. Bugün sizin qarşınızda olmaqdan qürur duyuram. Və mən 1998-ci ildə Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli məktəbin 1-ci sinifinə qəbul olmuşam və elə həmən məktəbi də 2008-ci ildə bitirmişəm və həmən ildə də Gəncə Dövlət Universiteti Riyaziyyat İnformatika Fakültəsini, Riyaziyyat İnformatika ixtisasını üzrə qəbul olmuşam. Daha sonra 2013-cü ildə həmən universiteti fərqlənmə diplomu ilə bitirmişəm və 2014-cü ildə isə Azərbaycan Dövlət Aqrar Universiteti İdarə Etmə Texnologiyaları üzrə tədbiqi proqram ixtisasına magistr səviyyəsinə qəbul olmuşam. Magistr pilləsinə, belə deyim, magistr pilləsinə. Magistr səviyyədir. Magistr səviyyəsinə. Aha. Magistr səviyyəsinə qəbul olmuşam və həmən universiteti də 2016-cı ildə fərqlənmə diplomu ilə bitirmişəm. Elm və Təhsil Nazirliyinin keçirdiyi bir çox təlimlərdə iştirak edərək sertifikatlar almışam. Məktəbimizdə də deməli elə 2014-cü ildə mən yenə müəllimlərin işə qəbulunda iştirak edərək Şəmkir rayonu Könüllü kənd tam orta məktəbinə daxil olmuşam. 3 ildə orada pedaqoji stajımı davam elətdirmişəm. Daha sonra bir daha müəllimlərin 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Gəncə şəhəri 28 nömrəli tam orta məktəbdə
fəaliyyətimi davam elətdirirəm. Hal-hazırda da həmən məktəbdə işləyirəm. Hal-hazırda da həmən məktəbdə işləyirəm və həmən məktəbdə belə deyim də, həm rəqəmsal bacarıqlar üzrə, həm STEM layihəsi üzrə mən elə inzibatçı müəllim olaraq işimi davam elətdirirəm. Sonra da elə müəllimə 2025-ci ildə 25 iyun müəllimlər sertifikasyon imtahanında 53 bal toplayaraq daha bir uğura əl atmışam və bu gün də müsahibə mərhələsində iştirak edirəm. Bir dənə orada bu sertifikasiya söhbətində uğura əl atmışam deməyin. Deyin ki, filan tarixdə sertifikasiya imtahanında 53 bal toplayaraq bəli uğur qazanmışam. Yəni belə deyə bilərsiniz. Yaxşı. Biraz yenə Biraz artıracağam. Yox, artırmaq lazım Artırma, deyil. uzunçuluğa get. Müəllimə, incəməyin, xətrinizə dəyməsin. Və sözlərindən dəhşət çox istifadə edirsiniz. Mənə elə gəlir ki, evdə arxa fonda çox səs-küy var, uşaqların səsi. Məncə fikri qalıb orada. Ay sağ olun, hə. Biraz uşaqlar məni evlətdilər. Hə, bildim ki, fikri dağıldı, getdi ora. Bəli, bir də oldu ki, bir neçə dəfə eyni şeyi təkrar elədiniz. Bildim sizin fikriniz yayındı. Bəli, Amma uzatmayın, bu qədəri bəs daha əlavə falan lazım deyil. Yaxşımı? Çünki 1-2 dəqiqə... Yəni bunlar daha da belə deyim də, yüzcamlaşdıracağam biraz da. Bəli, əksinə yüzcamlaşdırın. Daha da belə qəşəng cümlələrlə deyəcəm. Sizə də hazırlayıb deyəcəm. Günay xanım. Bəli, müəllimə, bəli. Zəhmət olmasa özünüzü təqdim edin. Aha. Mən Məmmədəliyeva Günay Elman qızı 1990-cı ildə Gəncə şəhərində anadan olmuşam. 1997-ci ildə Gəncə şəhəri Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbə qəbul olmuşam və 2008-ci ildə isə həm məktəbi bitirmişəm. 2010-cu ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat İnformatika Fakültəsinin kompüter elmləri ixtisasına qəbul olmuşam və 2014-cü ildə isə universiteti bitirib Elm və Təhsil Nazirliyinin keçirdiyi kurikulum təlimində iştirak etmişəm. Keçmiş Təhsil Nazirimiz Misir Mərdənov tərəfindən sertifikata layiq görülmüşəm. Daha sonra isə 2015-ci ildə Gəncə Dövlət MİQ üzrə əsasən onu deyim, 2015-ci ildə müəllimlərin işə qəbul üzrə imtahandan keçib 50 bal yığaraq Samux rayon, deməli Əli Bayramlı kənd orta məktəbə qəbul olmuşam və 3 il işlədikdən sonra ilə aləmlə bağlı yerdəşmə müsabiqəsində iştirak edərək uğur qazanmışam və Xocalı məktəb Yalova kənd tam orta məktəbinə qəbul olub və 3 il orada işlədikdən sonra, pedaqoji fəaliyyət göstərdikdən sonra yenidən yerdəşmə müsabiqəsində iştirak edərək Gəncə şəhər Nəriman Nərimanov adına tam orta məktəbə qəbul olmuşam və hal-hazırda həmin məktəbdə fəaliyyət göstərirəm. 10 il isə pedaqoji stajım var. Bəsdir müəllimə? Bəsdir deyək, amma çox eləyirsiniz. Bəli, bax onlar olmaz. Gərək belə siz necə konkret belə axıcı şəkildə cümlənin arxasını gətirsin. Bir dəfədən deyim, müəllimə, yorucu deyilsə, yəni başınızı ağrıtmıramsa. Yo, ağrıtmırsınız, deyin. Hə. Mən Məmmədəliyeva Günay Elman qızı 1990-cı ildə Gəncə şəhərində anadan olmuşam. 1997-ci ildə isə Gəncə şəhəri Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbə qəbul olmuşam. 2008-ci ildə isə həmin məktəbi bitirmişəm. 2010-cu ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat İnformatika Fakültəsinin kompüter elmləri ixtisasına qəbul olmuşam və 2014-cü ildə bitirmişəm. 2014-cü ildə Elm və Təhsil Nazirliyinin keçirdiyi bəzi kurikulum təlimlərində iştirak edərək keçmiş nazirimiz Misir Mərdanov sertifikatına orasını yazmışam müəllimə.
Misir Aha. Mərdanov tərəfindən sertifikata layiq görülmüşəm. Daha sonra isə 2015-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edərək 51 bal toplayaraq Samux rayonunun Əli Bayramlı Orta Tam məktəbinə Sadiq Əhmədov adına orta məktəbə qəbul olaraq 3 il pedaqoji fəaliyyət göstərmişəm. 3 ildən sonra isə yerləşmə müsabiqəsində iştirak edərək uğur qazanmışam. Və sonra yenidən yerləşmə imtahanında iştirak edərək Xocalı Yaloba kənd tam orta məktəbə qəbul olaraq 3 il isə orada pedaqoji fəaliyyət göstərəndən sonra isə yenidən aləmlə bağlı məsafə, orada necə deyim müəllimə, məsafə uzaq olduğuna görə yenidən yerdəyişmə müsabiqəsində iştirak edərək Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbə qəbul olmuşam. Hal-hazırda isə həmin məktəbdə fəaliyyət göstərirəm. İnformatika müəllimi üzrə fəaliyyət göstərirəm və 10 il isə stajım var. Pedaqoji stajım var. Hal-hazırda həmin məktəbdə informatika müəllimliyi üzrə fəaliyyət göstərir. Fəaliyyət Yəni 2 göstərirəm, dəfə bəli. fəaliyyət Staj göstərib lazımdır demək. müəllimə orada. Staj demək ki, 10 il stajım var. Yəni deməyə də bilərsiniz. Deməyə də bilərəm. Tamam. Bəli, zaten bayaqdan saydıqca görürlər də illəri. Bəli. Amma biraz da məşq eləyin. Yaxşı, Bəli. bax güzgün qabağında durun. Videonu qoyun, yəni telefonu qoyun kameraya da özünüzə. Elə situasiya yaradın ki, güya o kamera onlardır. Onlara danışırsınız. Sonra açın, baxın videoya. Görün səhvlərinizi harda eləmisiniz. Özünüzü Bəli. izləyin. Harda eləmisiniz. Belə də belə artıq yəni vərdiş olacaq sizdə. Onsuz da mənim o həyəcan olacaqdır. Normal məncə hamıda olur. Hə, Həyəcan, bilirsiniz yəqin bunu onlar da nəyə bizi görə başa deyirəm? düşərlər. Çünki elə balın yarısını özünü təqdim etməklə ünsiyyət bacarığı verir. Ünsiyyət bacarığı odur ki, tez-tez deməyək, ləhcədən istifadə etməyək, Yəni əgər çox cümlələrimiz desək, orada axıcı məncə rahat olsun. deyərik. Öz-özümüzə çox danışsaq məncə Bəli, orada daha məşq sərbəst eləsəz, deyərik. bəli, artıq Valla bəzən avtomatik. olur müəllimə qab yuyanda da özümə deyirəm ki, Ay, yəni sağ ol. bunu formalaşdırım. Bəli. Hər dəfə dedikcə istər-istəməz özünüz də öz səhvinizi görəcəksiniz ki, yox, burada bu cümləni yox, qoy belə deyim. Yəni bunu qəşəng əzbərləyin, özünüzün çoxlu məşq eləyin. Çünki dediyim kimi elə balın yarısını onlar verir. O ikisi. Bəli. Prosta yerləşmə çox eləmişəm deyim. Məncə bunların hamısını deməliyəm burada. Çox uzun gedir. Hə, Bəli. 3 dəfə yerləşmə eləmişəm. Yəni ona Hə. görə də məncə deməliyəm. Aha. Elnara xanım, bir dənə də sizdən eşidək özünü təqdim etməni. Salam, xoş gördük sizləri. Mən Məmmədova Elnarə Tahir qızı 1980-ci il 12 may tarixində Mingəçevir şəhərində anadan olmuşam. 1986-cı ildə Goranboy rayon Şəfəq kəndi Rəhim Qulubayev adına tam orta məktəbdə 1-ci sinifə qəbul olmuşam. 1997-ci ildə həmin məktəbi bitirərək Gəncə Aqrar Universitetinə qəbul olmuşam. Bir il təhsilimi orada davam etdirdikdən sonra 1998-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin Kimya Biologiya fakültəsinə qəbul olmuşam. 2001-ci ildə həmin fakültəni bitirərək 2001-ci ildə həmin fakültəni bitirmişəm. 2002-ci ildə isə Goranboy rayon Şəfəq kəndi Rəhim Qulubayev adına tam orta məktəbdə kimya müəllimi olaraq pedaqoji fəaliyyətə başlamışam. Fəaliyyətim dövründə Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak etmişəm. Bir neçə təlimdə iştirak edib sertifikat almışam. Hal-hazırda da həmin təhsil şöbəsində, həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirirəm. Aha. Əla. Müəllimə görəsən, yəni qabaq üzdən oxuyur, yoxsa bu artıq məşq Yox. elibdimi? Sərbəst. Yox, müəllim artıq professionaldır. Hə, O qədər deyib artıq, yəni bəli. yəni öz üzərində Axırda çox çalışır. tutulmalar oldu, amma başdan tamamilə Yox, elə axırda bildim. bəli, axırda oldu. Hə, hər səfərdə də öz səhvimi bilirəm. Aha. Belə amma axıcı deyir. Belə qəşəng səliqə ilə Bəli. ard-arda cümlələri deyir. Bəli. Belə təşəkkür edirəm Elnara xanım. Üçümüz Çox də sağ olun, elədik minnətdaram özünüzü sizə. təqdim etməni. İndi Günay xanım, deyin görək standart sözünün hərfi mənası nədir? Standart deməli öyrəndim. İstəyirəm öyrənəm. Elə bir şey idi, elə müəllimə. Yox. O Bibodur, Bibo.
Standart bu- ölçü Günel xanım. deməkdir, ölçmək Standart deməkdir. ölçmək. Bəli, ölçü norma deməkdir. Bəli, doğrudur. Müəllim, Bunu onunla ki mənası var idi. göndərmişəm. Günay O xanım, bibödür, göndərmişəm bibö. bunları. O sizin dediyiniz bibö iş üsuludur. Günay xanım, yaxşı deyin görək, şagirdi olduğu yerdən olmalı olacağı yerə aparan qiymətləndirmə hansıdır? Müəllim, vallahi yadımda deyil. Formativ. Formativ qiymətləndirmə. Bəli, formativdir. Siz oxuyursunuz dəqiq göndərdiklərimi? Oxuyuram, amma yadımda qalmır ay müəllim. Yalan nə deyim, vallahi. Dərsə də açırıb baxıram, siz göndərdiyiniz, amma digər yadda qalmır. Çox oxumaq lazımdır. Günay xanım, Ha, bir mən bildim nə müəllim. deyirdim müəllimə? Aha. 3-2-1 üsul var idi. Öyrəndiyim məlumat, maraqlı gələn məlumat, bir də qaranlıq Üç qalan dənəsini öyrəndim, 2 Bəli. dənəsi maraqlıdır, Siz bir onu dənə də deyirdiniz, sual. elə biraz qabaq onu soruşurdunuz. Yox. O refleksiya üsuludur. Mən soruşdum ki, standart sözünün mənası. Ölçü norma deməkdir. İndi deyirəm ki, Günay xanım, müəllim sinifdə diaqnostik qiymətləndirmə keçirmirsə, pedaqoji tələblərdən, yəni hansı prinsipi pozmuş olur? Bir neçə dəfə dərsə qoşulmadım deyə artıq məsuliyyətim getdi. Güney xanım, hansı Bu prinsip müəllimə pozulur? deyim. Hansı prinsip? Müəllimə inkişaf yönümlülük, Elnarə xanım, tamlıq. Əgər şagird yönümlülük pozulmalıdır da, çünki diaqnostik qiymətləndirmə Hə, bilirdim. Şagird şagird yönümlülük, maraq və yönümlülük. tələbatını Bəli. yapan uşaqları Bəli. nəzərə almırıq. Günay xanım, diaqnostik qiymətləndirməni aparmaqda məqsədimiz nədir? Şagirdin ilkin biliyinin yoxlanması, bir də ikinci Aha. yarım il üzrə yoxlanmasıdır da müəllimə. Birinci yarım il üzrə keçiririk, bir də ikinci yarım il üzrə ilkin biliyin yoxlanması. Yəni belə deyək də, sizə Sinifdə sual sinifə veriləndə keçirlər. çalışın o suala cavab verin. Desək ki, diaqnostik qiymətləndirmə nə zaman keçirilir? Bəli, deyin ki, tədris ilinin İlin əvvəlində, əvvəlində. ikinci yarım ilin əvvəlində, bölmənin Bölmənin əvvəlində, əvvəlində. şagird sinifdən sinifə, məktəbdən məktəbə keçəndə deyin. Amma deyirəm ki, diaqnostik qiymətləndirməni keçirməkdə, aparmaqda məqsədimiz nədir? Şagirdin fəaliyyətinin izlənməsidir də müəllimə. Formativ Yox, qiymətləndirmədir. İzləmək İzləmək formativdir. formativdir. Bəli. Şagirdin Şagirdin zəif və ilkin güclü biliyi haqqında tərəflərini məlumat ortaya alınır. çıxardır. Keçmiş biliyinin izlənməsidir. Baxın, bəli, ilkin bilik bacarığı bilək ki, nə Bizdə vəziyyətdədir. proqramlaşdırmanı kömək edir. Təlimdə differensiasiyanı təmin edə bilək. Differensiasiya o deməkdir ki, mən bildim ki, uşaqların vəziyyəti nə yerdədir, zəif, güclü və s. Onlara artıq fərdi yanaşa biləcəm. Ki, kim necədir, artıq onun səviyyəsini. Onların zəif və güclü tərəflərini elə bil ortaya çıxardır. Bəli, ortaya çıxarmaq. Doğrudur. Mən məsələn uşaqlara diaqnostika aparanda dedim, ay uşaqlar, yəni narahat olmayın, bu jurnala yazılmır. Sadəcə bilmək istəyirəm, görüm sizin zəif tərəfləriniz nədir. Zəif və Onları güclü ortadan tərəfiniz. çıxardır. Ortadan götürün də, yəni zəif tərəfiniz nədir, güclü tərəfiniz nədir? Bəli, doğrudur. Planlaşdırmaya da köməklik eləyir. Uşaqların ilkin bacarıqlarına, biliklərinə müəyyənləşdiririk. Effektiv təlim təşkil etmək üçün diaqnostik qiymətləndirmədən istifadə edirik. Mən belə deyərdim. Aha. Günay xanım, məzmun standartı nəyə deyilir? Nədir məzmun standartı? Əsas standartdır. Dəyişmir. Məzmun standartı alt standartdır. Bəli. Alt Təhsil standartın alanların ikinci bilik və adı. bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bəli, doğrudur. Sizin dediyiniz o dəyişməzdir, məzmun xəttidir. Əsas standartı isə bölmədir. Bölmə, yəni bölmədir də bir bölmədir. Məzmun standartı alt standartın ikinci adıdır. Bax, ikisi də standart. Eyni Onu anlayışdır yazdım yəni. müəllimə. Bir məsələn nöqtə və 1.1, Aha. 1.2 yazırıq. O Bəli. deyil məzmun standartı. Bax, Mən bir onu məzmun bilirəm. xəttimiz Məzmun deyir ki, standartı əsas deyil. standartdır. İkinci Müəllimə, əsasdır, mən ikinci düzünü də deyirəm. Birinci məzmun xəttimizdir, bir yazılan. Bəli, Sonra bəli. yazılan standartımızdır, əsas standartdır. Bəli, Sonrakı isə alt standart. bəli. Bir də ki, məsəl üçün Elnarə xanım, kimyada neçə məzmun xəttiniz var? Kimyada belədir də, bizdə lap əvvəllər Bizdə 4 idi, indi 5 modelinə 5 oldu. Amma Aha. mən o ikisini də deməliyəm.
Yəni Aha, ki, mən bilirsiz nə demək 9-10-11-də istəyirəm? 4 məzmun xəttindən gedirik, Aha. 7-8-də 5 məzmun xəttindən gedirik. Aha. Yəni demək istəyirəm ki, o birinci rəqəm var, o sizdə 4 də ola bilər, 5 də ola bilər. Daha 6 ora yaza bilmərik. 1 də olar, 2 də, 3 də, 4 də, 5 də. Yəni məzmun xətləriniz. Birinci rəqəm, yəni fərqi yoxdur. Bax, məsələn, sizlər informatikasınız. Neçə məzmun xəttiniz var? Bizdə hal-hazırda 5-dir. Əvvəl 4 idi, indi 5 Hə, oldu. indi sizdə də maksimum 5 yazıla bilər ora. Daha Yəni 6 yazıla bilməz. birinci 5 də ola bilər, məsələn 4 də ola 4 bilər, də, 3 də ola 3 də, bilər. 2 də, 1 də. Bəli, çünki Yəni 5 ki, məzmun məqsədimə xəttiniz əsasən də, var da. mövzuya əsasən də o Ay, sağ ol. Bəli. məsələn Hə, desək ki, aydın. kimyəvi hesablamalar deyirsə, onda 4-dür də. İndi birinci Ay, məzmun sağ. xəttimiz 4 Bəli, idi. bəli, bəli, doğrudur. Ortadakı rəqəm əsas standartdır, yəni bölmənin adı. Bəli. Sonuncu rəqəm məzmun standartı, yəni alt standartdır. O rəqəm 2, 3, 5 hər nə yazılırsa da sonuncu. Bəli. Bölmədəki mövzunun sayını bildirir. Məsələn, birinci bölmənin, məsələn, 3 yazılıbsa 3-cü mövzusu, 20 yazılıbsa birinci bölmənin, nə bilim, 20-ci mövzusu, ikinci bölmənin 10-cu mövzusu və s. və ilə axır. Yəni alt standart əsas standartı açır. Bəli. Bəli. Günay xanım, bəs qiymətlə bağlı jurnala nə yazılır? Hansı qiymət yazılır? Formativ qiymətləndirmə, termin. Summativ. Sözlə. Formativi yazmırıq axı jurnala. Göy jurnala, mən göy jurnaldan danışırıq da, yəni rəsmi Ora jurnal. summativin qiymətlərini yazır. Summativlər KSG, BSG, illik və yarım illik yazılır. Yəni bu cavab olaraq bunu deməlisiniz. Bəs gündəlik qiymətləndirmə məsələ Raim müəllim gündəlikdə yazır. O formativ Mən qiymətləndirmədir. gündəliklə səhv saldım, jurnal. Bəli. Bəs yaxşı, həmin o göy jurnala başqa əlavə olaraq nələr yazılır? Davamiyyət. Davamiyyət Bəli. yazılır da mən. Bəli. Mövzu, standart, tarix. Bəli. Bəli. Elə sual verə bilərlər müəllimə? Nə yazılır? Bəli, verin. Standart tarix. Yazırıq da jurnalda yazırıq mövzumuzu, gündəlik, tarixi yazırıq, uşaqların Bəli, qayıqlarını yəni nə yazırıq. yazırsınızsa, bəli Hə, də onu onu. yazırsınız. Mövzu, standart, tarix, davamiyyət. Davamiyyət. Soruşsa ki, jurnala bəs qiymətləndirmə nə yazırsınız? KSG, BSG, illik, BSG, yarım illik. yarım illik. İllik, yarım illik. Bəli, bunlar yazılır. Günay xanım, 60 bal neçə qiyməti sayılır? 60 müəllimə 3-dür də. Ay, sağ ol. Bəs axı biz 60-ı 4-ə də deyirik. O nə zaman olur? Yəni 60 tam onda 1, onda 2, Ay, sağ ol. tam Bəli. olarsa da onda 4 götürülür. Bəli, doğrudur, doğru deyirsiniz. Bunu düz dediniz. Tamam. Yaxşı. BSG kim tərəfindən aparılır Günay xanım? BSG rəhbərlik tərəfindən. Rəhbər də olmaqla Aha. müəllim tərəfindən də aparıla bilər. Rəhbərliyin nəzarəti altında Rəsmi. müəllim tərəfindən də aparıla bilər. Nəticələr harda saxlanılır? Nəticələr yazdığımız nəticə jurnalda ay kimdə saxlanılır, harda saxlanılır Hə, müəllimə? bəli, bəli. Nəticələr hara yazılır demirəm ki, deyirəm nəticələr harda saxlanılır? Rəhbərlik tərəfində saxlanılır. Bəli, rəhbərlikdə. BSG-nin, bəs KSG-nin nəticələri? BSG artıq özümüzdə, müəllimin özündə olur. Şagird Elnarə xanım? portfolisunda. Yox, Şagird şagird portfolisunda. Bəli, şagird portfolyosunda. Portfolyo nədir? Portfoliodur ki, yəni yazılan məlumatlardır, uşağın çəkdikləri rəsmlər, uşağa aid nələr varsa da hamısı portfolioda saxlanılır da. Bəs portfolyo nədir? Ay Allah, onu deyirdiniz. Tənzimləyici sənəd. Qovluq. Qovluq. Rusca papka deyirik, qovluq Azərbaycanca. Portfolyo qovluqdur. İçinə nə qoyuruq? Sizin saydıqlarınızı. Deməli, BSG-yə nə qədər vaxt ayrılır və yaxud da ki, hansı sinifdə nə qədər ayrılır? Necə yəni müəllimə? Nə qədər ayrılır? Yəni ki, BSG-ni neçə dəqiqə işlədirsiniz? Neçə saat işlədirsiniz? Hə, bir fəni 1:45 dəqiqə deyib. 1:45 dəqiqə. BSG Bax, 1 saat ərzində 2:45 dəqiqə işlənə bilər. Ay sol, Elnara xanım, sizdə elədir. Bir fən- Amma Günay xanım, sizdə bir fən deyə 45 bilərsiniz deyil. ki,
belə deyək də, Aha. sizin informatika fənni ibtidai Bəli. sinifdə də olur. Siz deyə bilərsiniz ki, ibtidai təhsildə bir 45 dəqiqə, amma digər səviyyələrdə 45-90 dəqiqə arasında işlədilə bilər. Bəli, yəni 2 akademik saat da işlədilə bilir yuxarı siniflərdə. Amma ibtidai də deyəndə, ibtidaidə bir dənə BSG 4-cü sinifdədir də, Bəli. 1:45 dəqiqə. 1:45 dəqiqə. Bəli. Amma ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparıla bilər. Bəli. Yuxarısı. Tamam. BSG nə zaman keçirilir? BSG müəllimə birinci yarım ilin sonunda, ikinci yarım ilin sonunda. Bəli. Yaxşı Günay xanım, KSG işlədirsiniz bu gün. Bəli. Hansısa şagirdiniz üzürlü səbəbdən dərsə gəlməyib. Nə edəcəksiniz? Onda müəllimə onun müddəti var da. Deməli neçə bir həftə yox, neçə gün idi onun Yox, müddəti? əvvəlcə deyin ki, 14 günə içərisində o işləyə bilər də, yəni müddəti var. Elnara xanım düz dedilər. Deməli biz nə etməliyik? Əgər şagird üzrlü səbəbdən gəlməyibsə də, yenə də qaybını qoyuruq. Qiymət olan yer, bal olan yeri boş saxlayırıq. Bəli, Yəni, qayıb yazılır da, Kağız drop qayıb yazılır. gətirilir, kağız gətirilir 14 gün müddətində həkim kağızı gətirilir üzürsüz səbəbdən qalıb. Bu zaman onun 14 gün ərzində summativ işlənilir. O boş qalan yerə bal və qiyməti yazılır. Bir Əgər dənə burada üzürsüz səbəbdirsə, sıfır qiymətlə qiymətləndirilir. bəli, o avtomatik Bəli, sıfır üzürsüz yazır. müddət Amma sıfır. bir dənə burada səhvimiz nədir? 14 gün BSG-yə aiddir. KSG-dəki vaxt KSG müəllimə növbəti KSG-dir. Mən KSG-yə soruşurdunuz. KSG Bəli, növbəti KSG-yə qədər keçirilməlidir. Bəli. Növbəti Amma KSG-yə BSG-də qədər. 14 gün vaxt Bəli, verilir. mən Çünki BSG BSG-də deyə bilmərik axı növbəti BSG-yə qədər gərək bir yarım il keçsin. Ona görə 14 gün vaxt verilir. Günay xanım, KSG neçənci sinifdən başlayır? Yəni neçənci siniflərdə var? BSG 2-ci sinifdə. Bəli. Bəs BSG? BSG isə 4-cü siniflərdə, buraxılış Aha. siniflərində. Digər Əsas siniflərdə fənlər, olur. əsas fənlər ilə 4-cü sinifdən 4, 5, yəni əsas fənlər üzrə olur da. Buraxılış siniflərində əsas fənlər Əsas üzrə hamısından olur, buraxılış siniflərində hamısı bütün fənlər üzrə bağışlayın, olur. üzürlü sayın. Buraxılış siniflərində Bütün bütün fənlər. fənlər Bütün üzrə fənlər olur, amma digər, qalan digər fənlər isə digər siniflər isə 3 fəndən. əsas fənlər, bəli. Buraxılış fənlər. Tamam. Günay xanım, bəs summativi nə zaman keçiririk? Motivi deməli 3 neçə həftə 6 həftədən gec olmayaraq bölmənin sonunda. 6 həftədən gec olmayaraq, bəli. Aha. Bəli, bölmə sonlarında. Güney Bölmənin xanım, sonunda bəs həyata keçirilir. Rəsmi qiymətləndirmədir. Nəticələr sinif jurnalında qeyd olunur. bəs Ən azı yaxşı. 6 həftədən gec olmayaraq hər bölmənin sonunda keçirilməlidir. Və Bir, ən minimum 4 həftədən bir də müəllimə. Müəllimə elə yarım il bil ərzində, yarım il ərzində nə yarım qədər il summati ərzində keçirməliyik? ən azı Minimum elə bil 3, ki, minimum 3 olmalıdır. Maksimum 5 maksimum 6. 6. Ay, sağ ol, düzdür. Günel xanım, qiymətləndirmənin neçə növü var? Qiymətləndirmənin deməli 4 növü var. Aha. Deməli millidir, beynəlxalqdır, yekundur, məktəb daxilidir. Məktəb daxilinin özü də 3 yerə bölünür. Diaqnostik, formativ, summativ. Summativin özü də 2 yerə bölünür. Kiçik summativ, böyük summativ. Bəli, doğrudur. Diaqnostik qiymətləndirmənin nəticələri harda saxlanılır Güney xanım? Şagirdlərin portfolyosunda saxlanılır, yəni papkasında deyərdim. Bəs nəticələri hara qeyd edirik? Nəticələri biz qeyd aparmalıyıq mütləq və onu da uşaqların hər birinin papkasında, qovluğunda saxlamalıyıq. Aha, yəni ki, jurnala qeyd etmirik. Jurnala qeyd edilmir, xeyr. Aha. Tamam. Elnara xanım, risk təşkil edən qiymətləndirmə hansıdır? Risk təşkil edən qiymətləndirmə summativ qiymətləndirmələr. Bəli. Orada Formativ çünki beyər var. qiymətləndirmə, bəli. Formativ qiymətləndirmə nəyə deyilir? Mən deyirsin, müəllimə, mən deyim. Elnara xanıma dedim. Formativ qiymətləndirmə şagirdi olduğu yerdən olacağı yerə yönləndirən qiymətləndirmədir. Şagird nailiyyətini izlənilməsidir formativ qiymətləndirmə.
Bəli, Formativ izləyir. qiymətləndirmə 4 səviyyə üzrə meyarlara əsasən aparılır. Aha. Və məktəbli kitabçasına qeyd olunur. Sinif jurnalına xeyr, məktəbli kitabçasına qeyd olunur meyar əsasında səviyyələr üzrə. Əgər meyarla yazırıq, əgər valideyn bu meyarları başa düşməyə bilmirsə də, bu zaman qarşısında səviyyələri də rubriklər şəklində yaza bilərik bu şəkildə. Sonra Aha. formativ qiymətləndirmədə rəylərdən də istifadə olunur. Şagird üçün rəylərdən, Tədqiq gələcək istiqamətli istiqamətləndirməsi. rəylərdən istifadə olunur. Yəni Ən effektiv rəy rəy. əks əlaqədir, ən effektiv rəy konstruktiv rəydir, yəni ki, gələcəyə yönəlik rəydir. Müsbətindən başlayırıq, mənfisini deyib istiqamətini də veririk ki, gələn Nəyin dərslərdə düzgün, yox nəyin olmasın. yanlış. Bəli, doğrudur. Günel xanım, bəs formativ qiymətləndirmənin vasitələri hansılardır? Formativ qiymətləndirmədə müşahidə üsulu var, çıxış bileti var. Onu deyirsən mən. Düzdür, bəli. Onları bilirəm. Rubrik özü, 3-2-1. Aha, düzdür, Onlardan düzdür. istifadə edirik. Özlü qiymətləndirmə, Bəli, özünü qiymətləndirmə. Şagird yolda. özünü qiymətləndirmədir, yoldaş Bütün qiymətləndirməsidir, paylar rubriklərdə Aha. holistikdir, analitikdir. Doğrudur. Amma meyarları da bəli, özü analitik olur, holistik olur. Analitik ayrı-ayrı qiymətləndirmədir. O vaxtdan elə Aha. yadımdadır. Ayrı-ayrı Bəli, elə bil doğrudur. qiymətləndirir, amma holistik axırda qiymətləndirir elə bil ümumi. Aha, Elə doğrudur. Günay xanım, qiymətləndirmə nəticələrində belə deyim də uyğunsuzluq var. Yəni nəticələr bir-birinə yaxın gəlmir. Bu zaman hansı prinsip pozulub? Yəni qiymətləndirmənin hansı prinsipi pozulub? Etibarlılıq. Etibarlıq, hə, ola bilər. Bəli. Etibarlığın ikinci adı nədir? Etibar ki, validlik. Yox. O birisindən qatdım elə mən. Validlik uyğunluğun ikinci adıdır. Uyğunluğun etibarlılıq. Elnarə xanım? Varislik var, varislik var. Yox. Etibarlılığın ikinci İkinci adı. adı var idi, bəli. Etibarlılıq, faydalılıq idi. Unutmuşam. Yox. Davamlılıq. Davamlılıq. Davamlı deyil də, yəni. Bəli. Günay xanım, ev tapşırığının əhəmiyyəti nədir? Uşağın izlənməsidir də müəllimə. Şagirdin fəaliyyətinin izlənməsidir ki, yəni bu dərsi qavradımı? Məsələn, misal Uşaqların özünə inam yaradır. inam yaradır, bəli. Uşaqların sərbəst bacarıqlarını yoxlayır. Sərbəst. Aha. Müstəqil işləyə bilmək. Müstəqil işləmə müstəqil qabiliyyətini işləmə. yoxlayır. Aha. Ondan sonra biliklərini möhkəmləndirir. Aha, düzdür. Davamı var müəllimə. Yəni ki, metakognitiv bacarıqları inkişaf Ay, sağ edir. ol. Onu da metakognitiv bacarıqlarını inkişaf edir. Özünü. Bəli. Günel xanım, müzakirə nə üçün vacibdir? Müzakirə əməkdaşlıq üçün mən deyərdim vacibdir. Özünü qiymətləndirmə üçün vacibdir. Uşaqlar belə deyim də bir-birlərinin fikirlərini dinləyirlər müzakirə zamanı, bir-birlərinə hörmət edirlər. Və bir-birlərinə əməkdaşlıq edirlər. Ən çox müzakirə bunun üçün. Bir də bildiklərini əsasən faktlara Müzakirə tənqidi təfəkkürü inkişaf etdirir. Ən əsası tənqidi təfəkkürü inkişaf etdirir. Bəli. Onun üçün Tənqidi yəni ən sözü vacib bezməyə məsələ. çatmır ya müəllimə. Tənqidi təfəkkürü tənqid etməklə, belə deyim də, səhv salmayaq. Tənqidi təfəkkür o deməkdir ki, faktlara əsaslanır. Faktlar, arqumentlər gətirirsən, bəli. Sərbəst fikrini deyirsən, sonra o fikri niyə dedin? Bax, səhv dedin, düz dedin, amma niyə dedin? Səhv də dedinsə, düz də dedinsə, fikri əsaslandır ki, mən bu səbəbdən bunu belə düşünürəm. Hə, bu olur tənqidi təfəkkür. Fakt gətirmək, arqument gətirmək. Günay xanım, dərsin ikinci mərhələsi nə adlanır? Dərsin ikinci mən gəlin onları təzə. Mənim tətbiqi sualın verilməsi idi. Bəli, tədqiqat sualının, bəli. Birinci mərhələ motivasiyadır, ikinci mərhələ tədqiqat sualının verilməsidir. Motivasiya mərhələsi də tədqiqat sualının verilməsi ilə bitir. Ay, sağ ol, düzdür, bəli. Yaxşı. Elnarə xanım, motivasiya nəyə əsasən qurulmalıdır?
Məqsədə əsasən qurulmalıdır. Təlim nəticəsinə Bəli. məqsədə Alt əsasən standart qurulmalıdır. və Bəli, məqsədə məqsədə əsasən. əsasən. Düzdür. Zaten də fəal dərsin təlim belə deyim də, kulminasiyası elə dərsin kulminasiya nöqtəsi elə motivasiyadır. Motivasiyanı düzgün qurarıqsa, deməli şagirdin biliyinin 50%-ni əldə etmiş olur nailiyyətdə. Yəni mövzunun Yox, 50%-nə yiyələnmiş olur. aha, yəni dərsin 50%-ni elə bil bir növ reallaşdırmış oluruq. Tamam. Günay xanım, perspektiv planlaşma nədir? Perspektiv illik planlaşdırmadır, gündəlikdə cari. Gündəlikdə caridir. Gündəlik planlaşdırma nə üçün vacibdir? Gündəlik planlaşdırma çünki dərsimizi səmərəli keçmək üçün, vaxta qənaət eləmək üçün Aha, bəli, doğrudur. axşamdan hazırlamalıyıq. Aha. Günay xanım, gündəlik planlaşdırmanız var? Ümumiyyətlə yazırsınız belə gündəlik dərslərinizdə. Yoxlama gələndən gələn. Bax Bəli, indi gündəlik- gündəlik əgər biz onu yazsaydıq, biz indi daha rahat olardı. Bəli, Bax indi bəli. mən Oradakı soruşacağam. suallardan siz verirsiniz də demək olar ki. Bəli, bəli. Bax indi soruşacağam ki, gündəlik planlaşdırmanın ardıcıllığı necə müəyyən edilib? Yəni o ardıcıllıq necə gedir? Ən Mən birinci nə deyirlər. yazılır? O Ən birinci birinci müəllimə, ən birinci sinif yazılır. Aha. Sonra Fən, sinif. fən, sinif, sonra Tarix. tarixi yazılır. Bəli, Sonra bəli. keçirik standartı Aha, yazırıq. bəli. Sonra məzmun xətti yazılır, dərsin Standart, sonra mövzu, mövzu, Məqsəd. sonra inteqrasiya, məqsəd, bəli. inteqrasiya yazırıq ki, hansı fənlə Bəli. inteqrasiya olunur. Bəli. Sonra motivasiya Dərsin gəlir. tipini yazırıq. Dərsin tipini yazırıq. Hə, Aha. induktiv, deduktiv. İnduktiv Aha. birinci seçiləndə sinif tarix deduktiv deyir, Formaları, sonra alt üsulları, standart iş mövzu. forması. Mövzunu Bəli. dediyin ki, Neyl müəllimə? Hə, mövzunu başda demişik. Elə. Sonra üsullar, resurslar üsul, və resurs, fəal Dərsə dərsin cəlb mərhələləri. etmədir, maraq oyatmadır, bir də fəal məzmun dərsin öyrənmək. mərhələlərinə sonra keçirik. Bəli. Ən axırda. Qiymətləndirmə Doğrudur. sonra tapşırıq. Bəs yaxşı, dərsin tipləri hansı idi dediniz? Dərsin tipi şeydir də, induktiv, deduktiv. Ay, sağ ol. İnduktiv Bəs ilk dəfə yaxşı, keçiləndə yazırıq, deduktiv həmin dərs təkrar keçiriksə, deduktiv yazırıq. Mən elə aha. bilirəm. Elnarə xanım düz deyir. Onlar yoxdur axı İnduksiya müəllimə, icmalda elə şey yox var xüsusidən ki, ümumiyyədir. dərsin İnduksiya xüsusidən ümumiyə gəlməkdir. Misallar Aha. üzərində verilib ümumi nəticə çıxartmaqdır. Aha. Deduksiya isə ümumidən Ümumidən. misallar Nəticə, göstərmək. nümunədən elə bil nəticə. Ümumidən nümunəyə, xüsusiyə qaydadan gəlməkdir. nümunəyə. Bəli, doğrudur. Fəal dərsin mərhələlərini kim sayar? Mən Mən saya sayaram. bilərəm, müəllimlər Mən saysın saya bilərəm. istəyirsiniz. Aha. Günel xanım siz sayın yaxşı. Fəal dərsin mərhələləri birinci motivasiyadır, tədqiqat sualının Aha. aparılmasıdır, informasiyanın müzakirəsidir, informasiya mübadiləsidir, təşkilidir. Sonra ümumiləşdirmədir, ümumiləşdirmə nəticə ümumiləşdirmə, yaradıcı tətbiq etmə, tapşırığı, yaradıcı tətbiq etmə, sonra bir də ən qiymətləndirmə, axırda refleksiya. qiymətləndirmə, refleksiya. Aha. Bir dənə siz orada informasiya mübadiləsi ilə müzakirənin yerini dəyişik dediniz. Birinci İnformasiya müzakirə mübadiləsi birinci gəlir, sonra Sonra informasiya müzakirə. Müzakirə təşkildə bir gəlir. Yaxşı. Bəli. Tamam. Biraz Günay xanım, sizdə biraz zəiflik var. Bəli, bəli. Neçə dərs qoşulmuram artıq. Bəli. Mütləq şəkildə yaxşıca təkrarlamaq Mən də sadəcə lazımdır. mən bunun hamısını birdən istəmirəm. Yarı-yarı onsa vaxtı var da, belə deyim. Müəllimə, mən Yarı istəmək olar yarı ki, oxumamışam. Bax, belə siz dərs keçdiksə yadımda qalanlardır, sağ olun. Aha. Ona görə hər dərsə oxumaq qoşulmaq lazımdır müəllimlər. Bəli, bəli. Bəli. Bir müəllimə nə olar? Bundan sonra dərsi sizin 8-də sala bilərim. Mənim hazırlığım başlayıb altın 8-də. 11-ci siniflərim var. Baxarıq. Çünki bilirsiniz niyə? Bizim artıq mik hazırlıqlarımız başlayıb. Bu dəqiqə biz onsuz da qrafik problemi yaşayırıq. Baxarıq. Yəni baxaq qrafikə. Əgər dərsiniz yoxdur elə, 3-cü güncə bir dənə problem bitiyor. Hə, 5 baxarıq. yoxdur onsuz da dərsiniz. Bir də yoxdur. Bir dənə 3 problem bitiyor. Tamam. Yəni qoşulmaq istəyirəm. Qoşulanda hər gün adam nəsə öyrənirik.
Bəli. Heç Təzə olmasa bəli, adam qoşulmasanız da, axılsız. bu göndərirəm axı ekran kaydını. Heç olmasa onu qoşun, elə bil qoşulmuş kimi sizdə orada Bəli, sual əzizim. cavab olunur. Heç olmasa ona qulaq asın. Gərək onlara baxaq. Bəli, baxmamışam. O iki Bəli. dənə atdığımız kayda baxmamışam. Mütləq, mütləq. Orada maraqlı suallar var idi. Elnara xanım, Günay xanım, o biri Günay xanım. Onları elə bil ki, hansısa qruplarda atıblar, onlar bizlə paylaşıblar, onların müzakirəsini aparmışıq burada. Elə suallar məndə də var, müəllimə. O günlər müəllimələr paylaşmışdı. Aha. Hə, mən həmişə deyirəm elə suallar olanda, yəni atın, onun müzakirəsini eləyək. Biz o 2 dərsi eləmişik. Onun videosuna baxarsınız, yəni nəsə bəlkə oradan sizə yeni bir şey olar, yeni bir şey öyrənərsiniz. Yaxşımı? Bəli, bu əks əlaqənin növlərinə əzbərləmə ehtiyac var. Korrektə edici, təsviri, əks əlaqə. Onlardan o qədər çox sual düşmür. Ən çox sual düşən əks əlaqə nədir, rəydir və ən çox da konstruktivdən, yəni sual verirlər. Amma qaldı ki, əzbərləmək nə var ki, korrektə edicidir, motivə edicidir, konstruktiv ən əsasıdır, təsvir edicidir. Bəli, yəni ki, belə saya bilərsiniz. Sayarkən də deyə bilərsiniz ki, amma bunların içində ən effektiv, ən gözəl rəy forması, əks əlaqə forması konstruktiv əks əlaqədir. Bəli. Günay xanım, siz üzərinizdə biraz ciddi şəkildə çalışın, yaxşımı? Aha, Günel xanım, siz yaxşısınız, amma biraz elə bir təkrarlara ehtiyacınız var. Bəli, bəli, doğrudur. Elnara xanım, sizə də deməyə bir sözüm yoxdur, çünki siz maşallah əlasınız. Müəllimə, belə eləsək olar, məsələn 100 dənədir də, bunun mən 30 dənəsini əzbərləyim. Deyim müəllimə, 30 dənəsinə kimi mən hazıram da, yəni sual versəz 30 dənə sualı, ilk başdan 30 dənəsindən sual verin, hardan istəsəniz. Aha, olar. Mən onsuz da vaxtımda var da. Kurikuluma ən çox, bax, kurikulumda zəif nöqtələrimiz var. O bizlər adam papaf deyir. Aha. Yox, psixologiyadan bilirəm ki, nə də olmasa çıxasan da, icmaldandır. Bir dənə mənə qalıb, bax, bu sualları tam öyrənmək. Onun da hamısını birdən görəm, öyrənə bilmirəm. 30-30 öyrənsəm, bəs desəm bu müəllimə. qədər vaxtı qoşulurdunuz da, niyə bəs onu əvvəldən bölüşdürüb belə-belə öyrənmirdiniz? İndi deyirəm ki, çünki vaxtımız açılmamışdı, tam rahat olmuşduq. Ki, öyrənərik. Müəllimə, bilirsiz mən nə vaxtdan qoşulmuşam? Avqust ayından qoşulmuşam müəllimə. Örgənə gedirəm. İndi heç baxmıram. Oja əzbərləmişəm də. Bu suallar hər gündə yəni ki, nadir hallarda olur ki, mən qoşulmuram. Qonaqmı, toyamı gedirəm, nə edirəm, qoşulmuram. Məsələn, mən gözü yumulu bilirəm ki, Elnarə xanım artıq hamısını su kimi bilir. Yəni ki, o qədər əminəm də. Avqustdan bəri bilmədiklərim də var müəllimə. Belə, yəni yadımdan çıxıram. Bax, qoşulmasam bəlkə də yadımdan çıxar. Yəni daim qoşuluram. İndi inşallah ki, orada həyəcan bizi bir təhər eləməz də. Yox, narahat olmayın. Bax, Günay xanım bayaq nə dedi? O deyil, yəni o qədər də həyəcan gərək deyil. Əsas sağlamlığınızı düşünün. Stres yaşayıb özünüzə ziyan verməyin. Bilirsiniz də, yəni siz bir var ki, təsəvvür edin ki, mən gedirəm müsahibəmə beləsinə. Nə bilirsiniz? Onu danışın. Yəni bizə yox, bilmirəm söhbəti mən eləməm. Bəli. Mən bir də o doğrudur, deyir ki, onlar bəs deməyəncə sən yəni susma, danış. Susma, danış deyəndə ki, sualın cavabı bəlkə bir cümləlikdir, onun haqqında nə danışa bilərəm? Deyirəm ki, deyir danışmalısan. Bizdə müəllimlər deyir ki, onlar dayan deməsə sən hələ getməlisən. Yox, elə şey yoxdur. Belə deyim. Məsələn, deyib ki, konkret bir sual verib, onun bir dənə tərifi var məsəl üçün. Onu deyirəm də nə danışım? Hə, əgər ətraflı danışacağım bir şeydirsə, bəli, danışa bilərəm. Amma konkret tərifdirsə, onu deyirəm. Haqqında da başqa deyəcəyim bir şey yoxdursa, heç nə də susmalıyam. Əslində bəzən belə deyirlər, bəlkə müəllimə ola bilsin. Məsələn, deyirlər ki, əgər bilmədiyin bir şey varsa, sualı tam dəqiqliyinə bilməsən də, onun ətrafında fırlanda, yəni elə sakitcə durub baxma, o mənada sakitcə dur. deyirlər. Yəqin aysa onu deyir ki, sakitcə duranda bəlkə də o şeyin cavabını onlar bilmir, amma heç olmasa siz danışın da görsün danışırsınız. Bəlkə də yalandan hə. Yalan ondan sonra başlayaq. Kurban budur, qolları budur, gələnə kimi deyəcəklər. Əvvəllər daha çox verirdilər. Heç bu il rastıma çıxmadı. Kiməsə desinlər ki, kurikulum hardan gəldi, nə zaman yarandı. Kurikulum nədir deyiblər, amma ki, o yerlərə girməyiblər. Amma əvvəllər verirdilər o sualı. Belə müəllimlər, Günay xanım, dediyim kimi gedin, qəşəng hazırlaşın. Mən 40 dənəsini öyrənəcəm, mənə 40 dənədən sual verək. Tamam. Yaxşı. Elə öyrənim. Oldu müəllimə, qutardı. Oldu, bəli. Oldu, sağ olun, gecəniz xeyrə. Sağ olun.